Değerli vətəndaşlarım, değerli Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycanlılar, əziz xalqım, baxın, bizim gözəl ölkəmizdə bugün 2015'ten sonra siyasi partiyaların, siyasi cərəyanların, təşkilatların sayı artır. Bu çox gözəl. Bu o deməkdir ki, artıq Azərbaycan demokratikləşmək yolunda irəliləyir. Bu gözəl. Amma bunun müsbət keyfiyyəti olduğu kimi mənfi keyfiyyəti də var. Baxın, bu qədər siyasi cərəyanların, partiyaların, təşkilatların olması Azərbaycanın demokratikləşməsi yolunda bir addımdır. Bu gözəl. Amma bu siyasi cərəyanlar, təşkilatlar, partiyalar Azərbaycan davasında birləşməyiblər. Baxın, Azərbaycan davasında birləşməyiblər. Bu siyasi cərəyanlar, təşkilatlar, partiyalar hansısa qüvvələrə xidmət göstərir. Yəni deməyim odur ki, ölkəmizdə bir hərəkətlilik var. Bunu nə siyasilər, siyasətçilər, müxalifət liderləri, iqtidar nümayəndələri bunu xalqa, vətəndaşa deyə bilmirlər. Niyə? Çünki iqtidar nümayəndələri, müxalifət liderləri, siyasi və siyasətçilər analiz etmək qabiliyyətlərini itiriblər. Analiz etmək qabiliyyətlərini itiriblər. Amma buradan deyirəm, ölkəmizdə siyasi hərəkətlilik var. Nəsə baş verir. Yəni baxın, əvvəldə olduğu kimi yadınıza salın, o dövrü yaşayanlar bilər. 94-95 bizim keçmiş prezidentimiz rəhmətli Heydər Əliyevə qarşı da bu cür addım atdılar. 92-7 iyunda Əbülfəz Elçibəyə qarşı dövlət çevrilişi. Bunların hamısı 2003'te olan hadisələr. Bunlar hamısı bir nümunədir. Yəni, nəsə baş verir. Bunu nə iqtidar nümayəndələri, nə müxalifət liderləri, nə siyasilər, siyasətçilər, politologlar bunu xalqa izah edə bilmirlər. Çünki onlar özləri də bundan xəbərsizdirlər. Düzgün analiz etmək, əvvəl də qeyd etdim, düzgün analiz etmək qabiliyyətləri yoxdur. Onun üçün bax, beləliklə bu cür savadsız, siyasi əqidəsi olmayanlar sayəsində ölkə çox asanlıqla işğal olunur. Bax, reallıq budur, gerçəklik budur.